Selamünaleyküm izleyiciler, salamlayıram. Bugün Sabunçu Toyuqça bazarındayım. Kanalıma destek olmak için kanalıma abone olun. Beğenmeyi de unutmayın. Bismillah, başlayaq. Bugünkü bazar qiymətlərinə maraqlanaq. Ördəklər neçədir? 9'a 10'a. Kəsimlikdir bunlar. Peki. Nömrə verirsiniz? 77 354 55 44. Qiymət neçəydi? 9'a 10'a. Təkrar dedik, qiymət 9'a 10'a. Toyuqlar 12'ye. Səsli ördəklər 3.50'ye. Bunlar da 4'e. Biri 4'e. Nömrə verirsən? 55 890 055 890 59 95 91 91. Hardan bazardan başlayır? Şu anda Mehdi Abad. İndişkalar 55'e 60'a. Alttan basma değil de yani bunu koydu. Dört otaklıdır. Güzelerin de biri 80'e. 80 gel. Kara zümrüt ördək 11'e. O havasıyla bir hafta 7-8 manat. Xırda ördəklərdə 7'ye, qazlar 10'u. 3 tane gazlı kalanım. Nömrə verirsən? Yok nömrə neyden? Güzələr Aylık bir manattır, bir aylıklar 2 manat, 1 manat güzələr. Güzələr də 8 manata. Biri 8'e. Kardeşimin yeni dönsek. Ördəklər biri 15'e. Kara mazarlar. Qara macar. 055 959 959 59 70. 59 70. Hardadır bazardan başqa? Vişnovka'da Məşşəra Vişnovka'sında. Maçlara Vişnovka. Ha, her cüra var. Böyük, balaca, kırmızı, krasnodar, zümrüt, ne istersen. Allah bazar verir. Sağ olun. Kalmaqor qazı neçəyə? 850. 850'ye. Xoruz. Niyə belə qiyməti çoxdur bunun? Benim qazın qiyməti neçədir? 850. Bunlar isteyen oldu 90'dan. Qiyməti bu niyə belə yüksəkdir? Qiyməti niyə belə yüksəkdir? Bunda da var Allah, 10 binde de var. Olmuyor. Yumurta 100 manat, manat son kıymetine versin. Erkəkdir bu. Ha. Nömrə verirsən? 055 733 0111. 05 733 01 11. Onun bahalıları da bu orta kıymet. Kayuqa. Qiymət neçə? Amerika ördeği. İkisi 130 manat. 230'a. Yaxşı çıktı ama sağ. Hündüşka 230'a. Serabilis xoruz. 1.30'a. Güzələr 2.50'ye. Ördəklər, fərələr 18.50'ye, xoruzlar 35'e. Bu ördəklər də 35'e. Xoruzlar. Eratilər cüt 55'e. Nömrə vermədi gəlsin. Bazardan gəl tapa bilərsiniz. Bazarda satışda ördək yumurtası da var. Bu ördəklərdə 13'e. Güzələr 7'ye.
Biri 7-yə cücələri. Kəsləsi toyuqlar 10-a. Bu cücələri də 6-ya. Biri 6-ya. Nömrə verirsiniz buna? Nömrə. Nömrə yol 70 307 77 68. 70 70 307 77 307 77 68 070. Çok eser. Toyuqlar da 14'e. Horuzlar da 25'e. Horuzlar 25'e. Nömrə verirsən? Nömrə. 055 634 91 97. Və belə kənd toyuqları. Bir də məlumatlandırardın bizi. Qiymətlər 65 manata. Bu 3 dənədir, bu 2 dənə 55 manatdır, xərələr də 45 manat. nömrə verirsən? 070 359 56 96. Bazardan başqa hardadır? Bazardan başqa. Evdə Kürdaxanda. Allah bazar versin. Sağ olun. Her qiymətə var. Ən ucuzdan bahaya. En ucuz 20 var. Ən ucuz 20 var. Horuzlar neçədir? Horuzlar 55 var. Horuzlar 55'e. Nömrə verirsən? Ondan yok. Yox, Allah bazar versin. Sağ olun. Hərələr 22'ye. Horuz 30'a. Xarkov cücələri. Biri 14'e. Ceyhun'un faizi. Ceyhun'un faizi. Horuzlar 25'e. Biri 25'e horuzlar. Toyuqlar 15'e. Brahma 60'a. Toz quşların da cütü neçə dediniz? 450'ye. Anqutdan neçədir? 055 774 04 64. Bu Brahma'da 60'a. Bunlar neçədir? Sütü 220'ye. Qara kayğı 50'ye. O birisi nə idi adı? Yine kuyruk. Qıl quyruq. O neçəyə? Sütü 80'e. Adı Fiyu. Bəli, fiyo 4 ərik. Qiymət neçəyə? Sütü 80'e. Saplının ölçüsü 130 manatdır. Cütü 130'a. Altın ölçüsü 140-150 orta keyki. Anqut da cütü 140-150'ye. Toyuqlar da 3'e. Aram budur 3 manat. 3 manat. Bırak. Belə də yumurtlayırlar. Biri 3'e. Nömrə. 070 992 96 56. Çok sade isteyen olsa çaktırmamız da var. Allah bazar versin. Ördekler de biri 2 manata. Yumurtalar ne yumurtalardı? Yumurtalar ördek yumurtasıdır. Orada da var, soğuk da var, bildirsin də var. Yumurtalar neçədir?
Lal ördəyin yumurtaları 1 manatdır. Boğul yumurtaları 35 köp idi. Bildirçisi 20 köp idi. Sesli ördəyin yumurtası 70 köp idi. Mayalı yumurtalardır. Bəli, mayalıdır. Nömrə verirsən? Nömrə Bibi, ay Bibi, nömrə 050 050 825 825 76 18. 08. Xoruzlar da 18'e biri. Astrolog köy xoruz 35'e 40'a. Ben bir yana toyuğu verim yumurtaya bakalım. Xoruzlar neçə dediniz xoruzlar? Xoruzlar 40'a 35-40. Ama mesela imkanınız olsaydı o zaman soruz var. Nömrə verirsən? 050 050 548 548 76 76. 76 76. Bəli, bəli. Hər vaxtınız xeyir. Sani Hələb mərəzi. Ataları Hələbdir, anaları Sani. Bir başı 100'ə. Son qiyməti 100'dür. 050 348 80 59. Bir ayına kimidirlər. Bir ayına keçənlər də var. Yanvarın 24'ündən doğulmuş oğlaqlardır. Yanvarın 24'ündən doğum başlayıbdır. Bir ayın keçiblər. Real alıcılar zəng eləsin. Erkəklər bunlardır. Bir yaşını keçiblər. Hələb mərəzləridir. Anaları Sandi, ataları Hələb. Belə yekə heyvanlardır. Təkərlikdə eləyirlər. Bu balacası 350, böyük 400. Böyük qırmızı 400'ədir. Martdan sonra doğulan oğlaqlardır. Hələ bir yaşları yoxdur. Pişik.